istəyirəm ki, ay Tolik oyunun olsun. Deyərdim ki, 99% düzlərin yanındasan. Bir fikir və çox bəyəndim. Bəli, bir nəfər müğənninin güya prodüseridir, meneceridir. Azərbaycanda ümumiyyətlə bilmirlər ki, prodüser nə deməkdir, menecer nə deməkdir, onların missiyası nədən ibarətdir. Çox gözəldir, çanta daşıyanı. Təkcə çanta yox, bir çox şeylərini daşıyır və o çantanın içində o müğənninin tumuşları var. Tumuşları. O özünü menecer kimi, özünü prodüser kimi təqdim edən bu xanım, elə o xanım deyim, bu xanım görürük də, eşidirik, qulağımıza hər şey gəlir çatır. Tuman daşıyırsan da, tumuşları daşıyırsan da, embargo qoyuyorum. Mən icazə vermirəm, mən menecerəm, mən prodüserəm. Sən get hələ bax gör, prodüserin, yenə də deyirəm, missiyası nədən ibarətdir, menecerin missiyası nədən ibarətdir. Sonra gəl kimlərəsə, TV-lərə, sosial şəbəkədə olan saytlara və digərlərinə embargo qoy. Keçmişi unutma. Ay tumuş daşıyan menecer, ay tumuş daşıyan prodüser. İndi bir saç qoymuşsan qaynaqla, bir dənə nə bilim şalvar geyinmişsən. Yadıma gəlir də nə vəziyyətdə idi. Nə günlərdə idi. Əlvədə salırdın burada bir 3 manatlıq cins şalvar geyinirdin onun cibinə. O uşaqlar deyir pistonçikına. İndi gəlmişsən burada embargo qoyursan, gedişinlə məşğul ol. Sara Səfra Bahadurdan bu qədər. Həkimim Şəbnəm xanım, həkim kosmetoloqum, ona müraciət edin, əlaqə nömrələri. Əlaqə nömrələri Sara Səfra Bahadur.